Lənkəranın çiçəkli yeməklərindendir, limon dolması. Günümüzdə çox yoxdur, lakin TRT-də restoranlarda falan təqdim olunmaya başlayıb. Limon dolması ən çox nişan, toy, bayram günlərində təqdim olunur. Şam üçün ən qədim yeməklərdən biridir. Adətən indi heç yerdə çox tez-tez görmək mümkün deyil. Bu çox dadlıdır. Soğan olmasına baxmayaraq soğandan içərisində şirin dadlar gəlir. Tutmaq mənası əvvəllər insanlar çox əsas tapa bilmədikləri üçün bunlar köyüdür, noxuddur və yaxud da adətən toyuq əti ilə pişirib edilən yeməkdir. Bunlar da qış payız aylarında 19-20-ci əsrlərdə necə populyar idi. Rayonun nümayəndəsiyəm və mənim qidam dəniz məhsullarından biridir və bu ilan balığıdır. Çox nadirən tapıntı olur çünki unudulmuş bir qidadır. Mən Kürdəmir rayonunu təmsil edirəm bugün və unudulmuş mətbəx yeməklərindən biri də şüyüd plovudur. Hansı ki burada əsas ana ingredientlər şüyüd və bəzən istəyə görə ətdən də istifadə olunur, əsasən toyuq əti ilə. Yemiş mətbəxi əsasən Kürdəmir rayonunda yaranması səbəbi isti iqlim şəraiti və orada bitən yemişin daha ləziz olmasıdır. Hal-hazırda bişirmə yolu asan olsa da restoranların demək olar ki, nisbətən Ardınca reseptli Kürdəmir bölgəsində əsasən hazırlamışam. Əsasən isti yeməklərdə də və mürəbbə kimi istifadə olunur. İçərisinə nar, limon, nar fresh qatılır və bişirilir və şəkər tozu əlavə olunur. Göyçay bölgəsini təmsil edirəm. Burada əsasən nar plovudur və nar şərabıdır. Ümumiyyətlə restoranların bir çoxunda plov görə bilərsə, amma adətən nar plovu çox az sayılır və hardasa unudulmuş məsuliyyətlərdir. Nar dolması Göyçay rayonunun ən qədim mətbəxlərindən biridir və bunun xüsusiyyəti ondan ibarətdir ki, mal əti, şabalız və qızarmış soğan, nar şərabı ilə birlikdə qızarma prosesində birlikdə pişir. Göyçay rayonundan qartal kebabını sizə təqdim edəcəm. Bu Lezgi mətbəxinin unudulmuş yeməklərindən biridir və bunun tərkibində bu əslində daha çox oruçluq zamanı ovdan əldə olunmuş keçi dağ keçisi ətindən hazırlanır və bir gün müddəti ərzində hazırlanır. Mən Əsova Günay, bugün sizə Qusa mətbəxindən ləzgilərə aid olan bir yemək təqdim edəcəm. Çıkan adlanan bir yemək. Əsasən el arasında ləzgi pizzası da deyirlər və Qusa bölgəsində xərəkdə hazırlanan bir yeməkdir. Hər vaxtınız xeyirli olsun. Sizə Zaqatala mətbəxi, daha doğrusu Avar mətbəxindən yeməkləri göstərəcəm. Yeməklər elə bil ki, Avar mətbəxinin unudulmuş və yaxud da ki, qədim yeməklərdir. Burada həm gicitkən qutabıdır, buna el arasında cincar qutabı da deyirlər. Həmçinin onun arasında, avarlar arasında alağaca xəngəlidir və burada şirniyyat olaraq ex deyirlər avarların özləri buna və çox elə bil ki, sadə görünsə də içliyi, amma daha çox dadlı və biraz Türk tamı kimi gəlinir. Oldubaq qavurmasıdır, yəni qovulması. Bu əsasən qədim zamanlarda əti saxlamaq üçün payızdan qışa acı qalaraq saxlanılır və əsasən payız aylarında ətin susuz şəkildə sırf quyruq yağında yüksək temperaturda qaynadılması və dondurulub saxlanması üçün hazırlanır və demək olar ki, bütün ailəni qış boyu ərzaqla təmin edir. Sizə Ordubad qayğanağı haqqında, Ordubadın daha doğrusu ballı qayğanağı haqqında məlumat verəcəm. Ordubadın əvəz olunmaz şirniyyat növlərindən biridir. Ən əsası bayram günlərində, ən əziz günlərdə bunu süfrəyə verilir. Bu şəkildə şərbət ilə hazırlanır və təqdim olunur. Bu gün sizə dəvəpçisi yeməyi hazırlamışam. Bu əsasən Beyləqan rayonunda xas bir yemək növüdür. Unudulmuş mətbəxdir Beyləqan rayonunda. Hal-hazırda çox da istifadə olunur bu yeməkdən. Bu əsasən ana yemək kimi götürülür, bu dəvəpçisi. Köçəri maldarçılıq Beyləqan rayonunda çox üstün olduğuna görə orada bu yemək növündən istifadə olunur. Bu Ağsu rayonunun südlü qında yeməyidir. Bu yemək əsasən Azərbaycanın ən qədim yeməklərindən biridir. Çünki bu maldarlıqla məşğul olan əhalinin süddən hazırladığı süd unla, südlə duz qarışdırılır. Üstünə isə yavaş şəkildə süd əlavə olunur və o yemək axırda isə qazana tökülərək bişirilir. Quba paxlavasıdır, bükmədir. Əsasən Qubanın bir simvoluna çevrilmiş bir şirniyyatlarımızdan biridir. Quba
Quba paklavasının hazırlanması əsasən riştələr ilə hazırlanılır. Hazırlanır. 50 riştə olur, 25-25 hazırlanılır. Üzərinə zəfəran və şərbət tökülərək 20 dərəcə istilikdə hazırlanır, pişirilir. Çoban pastırması sizə təqdim edəcəm. Tavuk milli ən qədim mətbəxlərindən biridir. Əsasən uzun zaman, uzun müddət dağlarda qalan çobanları yemək. Açıq havada hazırlanır, qısa bir zamanda hazırlanır. Qəbələ cəmaət arasında üstüvat paxlava adlandırılan paxlava gətirmişəm. Bu paxlava daha çox Qəbələdə bayramlarda, məclislərdə daha çox süfrələrin bəzəyir. Səminə olmasıdır. Cənub regionunda geniş yayılan bu şirniyyat növü əslində maya halında olur. Yalnız özəl günlərdə, bayram günlərində bu maya halında pişirilir. Digər günlərdə isə belə bərkilərək yeyilir. Yeməyimiz murkutuşdur. Fincandan fərqi, əsasən fincana bənzəridir. Fincandan fərqi əsasən kənd çorbası ilə olmasıdır və bu göyərti ilə nardan əsasən hazırlanır. Bu yağlı və biraz turş dadı verir. Digər fincandan fərqli olaraq. Dolğasının unudulmuş ləzzətlərindən dağ dolğasını təqdim edəcəm. Bunun digər dolğalardan fərqi budur ki, bu dolğa dağda bitən otlardan hazırlanır və normal dolğa olaraq soyuq və isti altı təqdim edilir. Əsasən toyuğun hissələrindən hazırlanır deyə. Toyuğun sümüklərinin onun içərisində olurdu ki, inanırdılar ki, buna dad verəcək deyə. Bugün mən Bakı mətbəxini təmsil edirəm və yeməyimiz süd çörəyi və ya südlü çörək çox bəsit reseptə sahibdir və qədim Bakı ərazilərində tez-tez hazırlanıb və daha çox çayla birlikdə təqdim olunur. Cücəli plovu təqdim edirəm Qarabağ mətbəxindən. Cücəli plov fərqi digər plovlardan fərqi ondadır ki, əsasən qonaqların qarşılanmasında özəl bir günlərdə hazırlanır. Hər bir evdə bu hazırlanması bir plov deyil, onun hazırlanması zaman və əziyyət aparır. Bal halvası Azərbaycan mətbəxində, Azərbaycanın milli mətbəxində qədim və zəngin şirniyyat növlərindən biridir. Daha çox şimal zonasında və daha çox isə Quba bölgəsində zəngindir.